Ondan sonra gəldik Kiçəklərə tərəf. Düzdür, bizdə də Kiçəklər var. Nəsiniz? Çox təşəkkür edirik. Şəxsən mən çox məmnunam. Buradakı ekspert yoldaşlarımızı da görürəm, onlar da çox məmnundur. Sevinirlər, Aydın müəllim fərəhlənirlər. xüsusi məmnundur. Onun məmnunluğunu xüsusi görürəm. Sonra bizim İsmail müəllim də məmnunluğunu İsmail müəllim görürəm. bayaqdan gülür. Bəli, bəli. Bu arada Nurayna xanım, mən bir şey qeyd edəcəm. Radio deyəndə Bu yaxınlarda, yəni bugün səhər çağı bir dostumuzun hüquqla bağlı bir sağ olsun. Axşam da bir məsələni həll elətdirmişik ona. Bəs salam da işləyirik də. Öz fəaliyyətiniz bundan ibarət. Yox canım, hələ davam edir. Siz dediniz, ürəyinizi boşaltdınız. Mən özəl olaraq İsmail qardaşıma təşəkkürümü bildirirəm. Yəni heç bir təmənnuna girmədən mənim də yanımdadır və mənim də bir iki hüquq məsələm var ki, İsmail müəllim boynuna qoymuşuq. Fikir verir, ekspertlərin, şikayətçilərdən çox məsələ. Bəli, İsmail müəllim təşəkkür edirəm. Artıq radio günündən çıxdı, İsmail müəllimin gününə keçdi ya. Nurayna xanım, fürsətdən istifadə edib icazənizlə bir məqama toxunacağam. Radio mənim üçün həm də ona görə çox müqəddəs bir yerdir ki, çünki atam həmişə radioya qulaq asardı. Sabah da onun ad günüdür bu arada. Biz Ruhu şad olsun. Təşəkkür eləyirəm. Yəni radionu bizə sevdirən, özü radionun daimi izləyicisi idi. Çünki o televizora çox baxmırdı. Çox zaman radioya qulaq asırdı və bizə də o sevdirdiyi üçün mən hər dəfə radionu dinləyəndə atam xatırlayıram ki, yəni bu onun sevgisidir həm də. Yəni ruhu Çox doğru deyirsiniz. Buyurun Elmira xanım, buyurun mənim əziz